Ukrayna Ali Radasında əlbəyaxa dava, deputatlar dalaşdı, iclas təxirə düşdü. Ukrayna Ali Radasının dekabrın 16-sında nəzərdə tutulan iclası tribunanın blok edilməsi səbəbindən başlamadan təxirə düşüb. Reportun Şərqi Avropa Bürosunun Ali Radadan verdiyi məlumata görə, iclasın açılışında dövlət himninin oxunmasına baxmayaraq, deputat Mariana Bezuqla icazəsiz çıxaraq tribunanı tutub. O, əlində Ukrayna Silahlı Qüvvələrinin baş komandanının istefa tələbi ilə iclasa müdaxilə edib. Bu zaman deputat Sergey Taruta və digərləri ona yaxınlaşıb etiraz eləyəndə əlbəyaxa insident yaşanıb. Spiker Ruslan Stefançuk qanunvericilikdə dövlət himninə və parlamentin fəaliyyətinə hörməti xatırladaraq Bezuqladan tribunanı tərk etməyi tələb edib. Nəticədə iclasın başlaması 15 dəqiqəlik təxirə düşüb, 15 dəqiqədən sonra iclası başlamaq istəsələr də Bezuqla tribunadan çəkilməyib.